Salam əziz izləyicilərim, xoş gördük hər birinizi. Bu gün mən balqabaq plovu hazırlayıram. İlk öncə balqabaqları doğrayıb, şəkər tozu əlavə edib qoyuruq bişməyə. Sonra isə düyü üçün su doldururuq, bir qazana qoyuruq qaynamağa. O su qaynayana qədər biz düyümüzü qəşəng bir qaba əlavə edib, qəşəng yuyuruq və islaqda saxlayırıq 10-15 dəqiqə. Sonra gördükdə ki artıq suyumuz qaynayır, belə qaynara düşür. Artıq duz tökürük suyumuza. Sonra isə düyüləri əlavə edirik. Çox ləzzətli olur, çox dadlı olur. Qəşəng qoyuruq, düyülər içərisində bişir. Sonra isə dəmə qoyacam. Çox dadlı olur da, yəni çox həqiqətən ləzzətli olur. Bu da bizim həyətimizin gülləridir. Çox qəşəng. Mən yay fəslini çox sevirəm, çünki yayda güllər olur, güllər qəşəng açır. Cənnətdir elə bil vallah. Çox gözəl olub, maşallah. Çox qəşəng həyətimizin gülləridir. Qəşəng balqabağım artıq bişməyə hazır olur. Baxın görürsünüz necə qaynayır. Çox dadlı olur da, yəni. İndi düyümüzü də dəmə qoyacam. Baxın qaynayır artıq düyüdə. İndi süzəcəm düyünü, sonra dəmə vuracam. Baxın düyü necə qəşəng qaynayır. Balqabağımız tam bişdi. İndi isə düyünü dəmə qoyanda onu da əlavə edəcəm düyünün üstünə. Baxın düyümüz artıq pişdi. İndi isə düyünü dəmə qoyuruq. Kərə yağı əlavə edirik düyünün altına, altı üçün. Kərə yağını tavada yağlayırıq və kərə yağı qalır. Sonra isə düyüləri əlavə edirik. Sonra isə balqabağı əlavə edirik. İndi isə üstündən bir dənə də düyünü əlavə edəcəm. Baxın, gördünüz düyünü də əlavə etdim. Çox gözəl vururam dəmə. Yağ da, kərə yağı da əlavə edirəm. Qəşəng bir ləzzətdir, dad verir bir. Çox ləzzətli olur da. Sizlərə də sınamağı arzulayıram. Tövsiyə edirəm. Sınayan hər kəsə uğurlar. Çox möhtəşəm olur. Baxın, dəmə qoyuram. 20-25 dəqiqə, yarım saata qədər dəmdə qalır. Çox möhtəşəm olur. Baxın dəmdə. Və hazır oldu, dəmdən çıxdı. Hazır oldu yeməyim. Çox ləzzətli yemək alınmışdı həqiqətən. Çox möhtəşəmdir. Biz ümumiyyətcə biz ailəlikcə balqabaq plovu, balqabaq yeməklərini çox sevirik. Kanalıma abunə olub like atmağı unutmayın.